Qəbula qədər qaydaları təkrarlayırıq. Bu gün danışacağım düz xətli hərəkətdən. Vahid zamandakı yer dəyişməyə biz sürət deyirik, spidometrlə ölçülür. Vahid zamandakı sürət dəyişməsinə təcil deyirik, akselerometrlə ölçülür. Təcilinə görə hərəkətlər 3 yerə ayrılır. Təcili 0 olanlar düz xətli bərabər sürətli hərəkət kimi, sürətin qiymət və istiqaməti dəyişməz qalır. Bərabər təcilli hərəkət 2 yerə bölünürdü. Bərabər yeyinləşən və bərabər yavaşlayan. Bərabər yeyinləşəndə sürətin qiyməti zaman keçdikcə bərabər formada artırdı. Sürət və yer dəyişmə düsturları bu formada olur. Qrafikləri də bu formada olur. Bərabər yavaşlayan hərəkətdə isə sürətin qiyməti zaman keçdikcə bərabər formada azalırdı. Sürət və yer dəyişmə düsturları bu formada olur. Qrafiklər isə bu formada olur. Və sonda dəyişən təcilli hərəkətlər var. Buna da orta məktəbə baxmırıq. Təcilin qiyməti zaman keçdikcə ya artır, ya da azalır. Qəbula qədər qaydaları mənimlə birgə təkrar etmək üçün səhifəmi izləməyi yaddan çıxartma. Seriyanın isə əvvəlki videoları üçün profilimə göz gəzdir. Hələlik.